Qarabağ xanlığı, Bəylərbəylikdən xanlığa. Bilirik ki, Səfəvilər dövründə Qarabağ Bəylərbəyliyi olub, mərkəzi Gəncə olan, yəni Səfəvilər dövründə mərkəzi Gəncə olan Qarabağ Bəylərbəyliyi 18-ci əsrin ortalarında Azərbaycan xanlıqlarından birinə çevrilibdir. Qarabağ xanın əsasını Cavanşir tayfasının başçısı Pənahəli xan qoymuşdu. Demək, əsasən kim qoyubdu? Pənahəli xan qoyub. Neçənci ildə? 1748-ci ildə. Pənahəli xan hansı tayfanın başçısı olubdu? Cavanşir tayfasının başçısı olubdu. 1763 Şiraz şənliklərinə qədər Pənahəli xan hakimiyyətdə olubdu. Pənahəli xan vaxtilə Nadir Şahın sərkərdələrindən biri olmuşdu. Deməli, Pənahəli xan hətta Nadirin sərkərdələrindən biri olubdu. Xanlığın əhalisi əsasən Cavanşir, 24-lər, 32-lər, Kəbirli, Baharlı və Külanlı türk tayfaları təşkil edirdi. Bundan başqa xanlığın ərazisində az sayda xristian albanlar da yaşayırdılar. Qarabağ bəylərbəyi və tayfaları hələ 1736-cı ildə Muğan qurultayında Nadir xanın şah seçilməsinə qarşı çıxmış, qanuni hakimiyyətin Səfəvlərə məxsus olduğunu bildirmişdilər. Ona görə də hakimiyyətə gələn Nadir Şah Qarabağ tayfalarını cəzalandıraraq onları Xorasan vilayətinə və Əfqanistana sürgün eləmişdi. Haraya sürgün eləmişdi? Xorasan və Əfqanistana sürgün eləmişdi. Qarabağ xanlığı yarandıqdan sonra bu tayfalar yenidən öz tarixi vətənlərinə, Qarabağa qayıtdılar. Bu isə xanlığın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsinə müsbət təsir göstərdi. Pənahəli xan Qarabağı xarici hücumlardan qorumaq üçün tədbirlər həyata keçirdi. İlk növbədə müdafiə qalası tikildi. 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikintisinə başlanıldı. Demək, harada? Kəbirli mahalında. Hansı qalanın? Bayat qalasının tikintisinə başlanıldı. Qalanın adı qədim türk tayfası olan Bayat tayfasının adı ilə bağlı idi. Demək, xarici hücumlardan üçün tədbirlər həyata keçirdi Pənahəli xan. Qarabağ xanlığının güclənməsi qonşu xanlıqları narahat edirdi. Digər tərəfdən Qarabağın xristian alban məliklikləri öz mülklərini itirməkdən qorxaraq Pənahəli xanın hakimiyyətinə qarşı çıxırdılar. Bu məqsədlə qonşu xanlıqlarla əlaqə saxlayır, onları Qarabağa yürüşə sövq edirlər. Baxın, məlikliklər daima neynirlər? Qarabağa qarşı başqalarını yürüşə sövq edirlər. Bu məlikliklər görürük ki, xristiandırlar, bu məlikliklər Qarabağa tərkibində olsalar da ona qarşı çıxırlar, separatçılıq fəaliyyətinə məşğullar, yəni araqatanlıq. Belə yürüşlərdən birincisi bütün Azərbaycanı birləşdirməyə çalışan Şəki xanı Hacı Çələbi tərəfindən edilir. Demək, Şəki xanı Hacı Çələbi də birləşdirmə siyasəti yeridibdir. Bütün Azərbaycanı birləşdirmək üçün Qarabağa yürüş edibdir. Və Hacı Çələbi xan öz müttəfiqləri, yəni Şamaxı xanı və məlikliklərlə birlikdə, demək, Hacı Çələbi müttəfiq kimdir? Şırşı, Şəkinin müttəfiqi Şamaxı, eyni zamanda məlikliklər. Bunlarla bir yerdə Bayat qalasını mühasirəyə alır, amma onu ələ keçirə bilmir. Tarixi ədəbiyyatlarda Bayat savaşı adlanan bu hadisə Qarabağ xanlığının müstəqilliyini möhkəmləndirir və nüfuzunu artırır. Bayat savaşında əldə edilən qələbəyə baxmayaraq, qala coğrafi baxımdan əlverişli yerdə deyildi. Ona görə əvvəlcə Ağdam yaxınlığında Şahbulaq qalası inşa edilir. Demək, Şahbulaq qalası harada inşa edilir? Ağdam yaxınlığında. Nəhayət, Azərbaycan qədim yaşayış məskəni olan Şuşada müdafiə qalasının tikintisi başa çatdırılır. Bundan sonra Şuşa Qarabağ xanlığının paytaxtı olur. Deməli, əvvəlcə Ağdam yaxınında Şahbulaq qalası inşa edilir. Sonra Azərbaycan qədim yaşayış məskəni olan Şuşada müdafiə qalasının tikintisi başa çatdırılır. Bundan sonra Şuşa Qarabağ xanlığının paytaxtı olubdu. Pənahəli xanın adı ilə Pənahabad adlanan Şuşa inkişaf edərək Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilibdi. Burada yazılıbdır, Şahbulaq qalası cəmi 3-4 il ərzində Qarabağ xanlığının paytaxtı oldu. Deməli, birinci mərkəz Bayat, ikinci mərkəz Şahbulaq olubdu. Amma 3-4 il Qarabağ xanının məruz qaldığı aramsız hücumlar nəticəsində Pənahəli xan daha etibarlı, daha əlverişli düşmən hücumu üçün əlçatmaz olan yeni bir paytaxt qala tikməyə məcbur qalır. Bunun üçün toplanmış məşvərət məclisində Pənahəli xan əyanları müraciət demişdi. Biz gərək dağların içində möhkəm, keçilməz yerdə elə bir əbədi sarsılmaz qala tikək ki, onu gücü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməməlidir. Bayat savaşından sonra Qarabağ xanının nüfuzu artdı. Bu isə Pənahəli xana xanlığın ərazilərini genişləndirmək imkanı verdi. Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil Qarabağ xanlığının asılisi düşdü. Baxın, İrəvan, İ, Gəncə, G, Naxçıvan, N, Ərdəbil. Yəni, inəclə yadda saxlaya bilərik. İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə. İnək.
Pənahəli xanın birləşdirdiyi xanlıqlar. İnək, Pənahəli xan inəkləri çox sevir. İnək. Qarabağ xanının mərkəzləşdirmə siyasətinə qarşı çıxan xristian Alban məlikləri tabe edildi. Baxın, Qarabağ xanı Pənahəli xan həmin o xristian Alban məliklərini tabe etdi. İlk olaraq Vərəndə məliyi Pənahəli xanın hakimiyyətini qəbul edib. Demək, qəbul edibdi, Vərəndə qəbul edibdi. Xaçın məliyi əvvəlcə müqavimət göstərsə də, Ballıqaya döyüşündə məğlub olub Pənahəli xana tabe olduğunu qəbul edib. Tədricən digər məliklər Dizaq, Çilabörd, Gülüstan, yəni Talış məliki də Qarabağ xanın asılını qəbul edirlər. Buna baxmayaraq, onlar Məkkəli siyasətini davam elətdirir, gizli olaraq xarici qüvvələrlə, xüsusən Çar Rusiyası ilə əlaqələr saxlayır, onları Qarabağa yürüşə təhrik edirdilər. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa yürüş edərək Xatınarx adlı yerə çatdı. Astrabad hakimi Məhəmməd Həsən xan Qacar Nadir Şah ölümündən sonra mərkəzi hakimiyyət uğrunda mübarizə aparan ən güclü tərəflərdən biri idi. Məhəmməd Həsən xan Xatınarxında dayandığı zaman onun əsas rəqibi Kərim xan Zəndin fəallaşması xəbəri gəlir. Bu xəbər Məhəmməd Həsən xanı geri qayıtmağa məcbur edir. Məhəmməd Həsən xan Qarabağa yürüş edir, Xatınarx adlı yerdə dayanır. Bu zaman əsas rəqibi Kərim xan Zənd eşidir ki, fəallaşıb. Ona görə də Məhəmməd Həsən xan geri qayıtmağa məcbur olur. Burada Qarabağ xanın ərazisi verilibdir. Gördüyümüz kimi Böyük Qarabağ xanlığıdır. Bunun tərkibində baxın Dizaqdır, Çilabördür, eyni zamanda digər məliklər olubdur. Tayfalar verilibdir. Qarabağ xanın bir sərhədində Naxçıvan var, bir sərhədində İrəvan var, bir sərhədində Gəncə var, bir sərhədində Şamaxı var. Diqqət edirik. Hətta bir tərəfində Şəki ilə həmsərhəd olub. Aşağıdan da Qarabağ, Qaradağ, cənubda da Qaradağla həmsərhəddir. Aha. Demək, danışaq nədən? Fətəli xan Əfşarın Qarabağa yürüşündən. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti həyata keçirən Urmiya xanı Fətəli xan Əfşar cənub xanlıqlarını özünə tabe edildikdən sonra Pənahəli xanın yanına elçi göndərib Qarabağın da ona tabe olmasını tələb elədi. Biz axı cənub xanlıqlarında öyrəndik ki, Fətəli xan Əfşar cənubu Zəmdən başqa, yəni Zəncan, Ərdəbil və Makudan başqa qalan bütün cənub xanlıqlarını tabe edir. Fətəli xan Əfşar Azərbaycan torpaqlarının birləşmə siyasəti keçinə görə şimala da yürüş edir. İrəvanı birinci tutmaq istəyir, amma uğursuz olur. Gedir Qarabağı tutmağa. Qarabağdan sonra da İrəvan və Şəkini tutur. İndi deyir ki, 1759-cu ildə yəni Qarabağ ümumiyyətlə ona tabe olmağını tələb edir. Pənahəli xan bunu tələbi rədd edir. 59-da Qarabağa hücum edir. Şuşanı mühasirəyə alır. Uzun müddətli mühasirədən sonra Pənahəli xan asılılığı qəbul etməyə məcbur olur. Lakin bu asıllıq çox davam eləmir. Pənahəli xan asılılığa son qoymaq üçün Şiraz hakimi Kərim xan Zəndin onunla ittifaqa girmək təklifini qəbul edir. Deməli, Pənahəli xan Şiraz hakimi Kərim xan Zəndlə ittifaqa girir. Pənahəli xan istiqlaliyyətinin şöhrəti, qoşunun çoxluğu, qüdrəti hər yerə yayılır. Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz, Qaradağ xanları onunla müttəfiq olmaq istədiklərini bildirirdilər. O Naxçıvanın Zəngəzur, Təbrizin Qapan, Qarabağın Mehri mahallarına sahib olubdu. Azərbaycanın böyük hissəsi ona tabe olmuşdu. Mənbədə verilibdi. 1763-cü ildə müttəfiqlər Fətəli xan Əfşarı məğlub edirlər. Kərim xan Zənd isə Pənahəli xana xəyanət edərək Qarabağa qayıtmasına icazə verməyib onu Şirazda saxlayır. Pənahəli xandan sonra hakimiyyətə oğlu İbrahim Xəlil xan gəlir 1763-1806-cı illərdə. O xristian Alban məliklərini mərkəzi hakimiyyətə tabe etmək siyasətini davam etdirir atası kimi. 1768-74-cü illərdə Osmanlı dövlətinə qarşı müharibədə Rusiyanın qələbəsi, Rus-Osmanlı müharibəsi var idi, Kiçik Qaynarca ilə tamamlanan. Burada Rusiyanın qələbəsi, təbii ki, Rus qələbə çalıbsa, buradakı xristian Albanlar da ürəklənər, fəallaşar. Onlar gizli müraciət edib Rusiyanı Azərbaycana yürüşə çağırdılar. Bu dövrdə Rusiyanın Cənubi Qafqazı işğal etmək üçün kifayət qədər hərbi gücü yox idi. Həm də beynəlxalq şərait Rusiya üçün əlverişli deyildi. Ona görə də kiçik müqavimətə baxmayaraq İbrahim Xəlil xan məlikləri tabe edibdi. O ölkənin birləşdirilməsində yeni uğurlar qazanıbdı. Naxçıvan, Gəncə, Təbriz xanlarını özündən asala salıb. Hansı xanları? Naxçıvan, Gəncə, Təbriz xanlarını. Biz Pənahəli xanda öyrəndik ki, İnək, yəni İrəvan, Naxçıvan, Ərdəbil və Gəncəni tabe elədi dedik. Bunu tabe edən Pənahəli xanı idi. Burada İbrahim Xəlil xanda yenidən deyirik ki, Naxçıvan Gəncənin adını yenidən çəkirik, yəni olduğu kimi. Bir də əlavə Təbriz xanının adını çəkirik ki, Təbrizi də özündən asala salıbdı.
Qabalı Fətəli xanın qonşu xanlıqları tabe eləmək siyasəti Qarabağ xanlığı ilə münaqişəyə səbəb olur. 80-81-ci illərdə Fətəli xanın Qarabağa yürüşləri uğursuz olubdur. Belə İbrahim Xəlil xanın hakimiyyət dövründə Qarabağ xanlığı daha da güclənibdir. Xanlıq nəinki Azərbaycan, demək olar ki, bütün Cənubi Qafqazın ən güclü siyasi qurumlarından birinə çevrilibdir.